Sabahınız xeyirli olsun. Ayın 22-si iyuldur. Laçındayıq. Deməli, artıq mən gəlmişdik. Qarabağa gəlməyimizin 3-cü günüdür. Birinci getmişdik Zoliyə dayımgilə. Dünən gəldik Laçına. Gündə Şuşaya gedəcəyik inşallah. Bu arada burada Çıraqlı oteldir. Otağın içinə tez girmişdik deyəndə daha doğrusu artıq girəndən sonra əşyalar qoyandan sonra çəkmək istəmədim. Amma bir boş otağı mütləq çəkib göstərəcəm. Hava çox gözəldir. Çox maraqlı bir nüansı qeyd edəcəm. Hava həm sərindir, həm ilıqdır. Bəzimiz üşüyürük, mən üşümürəm, bəzimiz üşüyürük, bəzimiz okeydir. Havada nəmlik yoxdur, o qədər gözəl havası var, o qədər gözəl havası var. Bayılmışam da, fikirləşirəm ki, bəlkə də mən buraların insanıymışam. Hansısa bir həyatda bilmirəm. Amma çox bəyənmişəm buranın havasını, Laçının havasını dəhşət bəyənmişəm, dəhşət. Çox gözəl havası var, nəmlik, nəmişlik yoxdur, suyu gözəldir. Belə görüntü olaraq da göstərim. Bura Həkəri çayının sahilində yerləşir elə. Qəşəng yerdir, maraqlı yerdir. Otelin şəraiti də yaxşıdır bu arada. Kimlər gəlmək istəsə rahatlıqla gələ bilər. Boş olanda otağı da çəkib göstərəcəm. İnşallah çayını belə istəyirəm ki, görüntüsünü göstərim. Dünən çəkdiklərim daha çox səhifə üçün, müəllimlik səhifəm üçün idi. Bugün o birisi səhifəm üçün çəkmək istəmişəm. Belə bir körpüsü var. Körpünün o tərəfində Riverside idi. Bu tərəfində isə, o tərəfdə də bu arada var. Əfreyim evlərdir, belə deyək. Bu şəkildə görsənir. Bilmirəm o birisilərin içi necə idi. Amma düşünürəm ki, onlar daha kiçik əfreyimlər idi. Əfreyim dedi, onların biraz dizaynı daha fərqlidir. Bura amma daha çox xoşuma gəldi deyə bilərəm. Belə aşiq olmuşam buralara, başqa nə deyim. Çox gözəldir, çox qəşəngdir, çox. Birbaşa əfreyimlər çayın kənarına çıxır belə. Başdan çıxdım, köprü ilə gəldim və çatırıq çayın daha çox axarı olan hissəsinə. Belə gözəldir, qəşəngdir. Neçə ildir gəlmək istəyirdik torpaqlarımız işğaldan azad olunandan əslində. Gəlmək niyyətimizdə var, amma bu illər bu günləri qismətdir. Çox gözəldir, Allah tezləşməsin, canı sağ eləsin. O qədər gözəl şərait yaranıb ki, Laçında Laçınımızın uzun başa beləsin. Çox gözəl şərait yaranıbdır, rahatlıqla gəlib qalmaq olur. Şərait olaraq hər bir şey var və çox gözəl salınıbdır. Yenidən qurma işləri o qədər mükəmməl formadadır ki, heyran olmamaq mümkün deyil. Təbiətin özü də onsuz da möhtəşəm. Qəribə bir huzur var da, yerin özündə qəribə bir huzur var. Belə